Paşinyan bu mövqeyi Qərbə də kifayət qədər normal qəbul olunur və onlar başa düşürlər ki, Paşinyan üçün birinci Ermənistan üçün bu iqtisadi imkanları yaratmaq lazımdır Rusiyanın iqtisadi asıllığından qurtarmaq üçün. İkinci, təhlükəsizlik zəmanətlərinin verilməsi lazımdır. Ona görə də nə baş verdi? Kallasın timsalında, Avropa İttifaqının digər rəsmilərinin timsalında Ermənistanın iqtisadi cəhətdən gücləndirilməsi üçün uzun müddətli kreditlərin verilməsi ilə bağlı məsələlər gündəmdədir. Yeni maliyyə imkanlarının yaradılması ilə bağlı məsələlər gündəmdədir. Ermənistanda istehsal olunan bu və ya digər məhsulların Avropa bazarlarına çıxışının sadələşdirilməsi ilə bağlı məsələlər gündəmdədir. Və təhlükəsizlik zəmanəti məsələsi də qeyd etdiyimiz həmin o hərbi təlimlərlə faktiki olaraq özünü büruzə verir. Yəni, Amerika Birləşmiş Ştatları, NATO ölkələri və Avropa İttifaqı Ermənistan cəmiyyətinə faktiki olaraq mesaj verirlər ki, Rusiyanın bu və ya digər şəkildə regiondan çəkilməsinin sizə qarşı hər hansı bir təhlükə olmayacağının zəmanəti bizik. Biz varıq və biz sizi bu və ya digər şəkildə yeni təhlükələrdən qorumaq imkanındayıq. Ona görə də Rusiyanın təhlükəsizliyi, Rusiya tərəfindən verilən təhlükəsizlik zəmanətləri bu və ya digər şəkildə itələnə bilər və bundan imtina oluna bilər. Yəni, bunun mesajının verilməsidir. İkinci bir tərəfdən isə seçki dövrünün özündə belə Ermənistan daxilində Rusiya hərbi bazasında bir aktivləşmə müşahidə olunur. Və indi də seçkidən bir neçə gün əvvəl Ararat Mirzoyanla Rubio arasında Zəngəzur dəhlizi ilə bağlı, Trip layihəsi ilə bağlı imzalanan sənəd və onun yeni parlamentin elə ilk iclaslarından birində ratifikasiya olunacağı ilə bağlı məsələlər gündəmdə olduğu bir vaxtda Rusiya tərəfi bir güc göstərmək istədi həmin istiqamətdə, öz hərbi potensialını artırmaqla. Orada post olmasa da Rusiya əskərləri əvvəldən də var idi orada. Amma əvvəl, məsəl üçün, 1, 2, 3, 5 əskər bir yerdə hansısa bir məntəqədə dayanırsa, indi olansa 50-60-a qalxıb və bu təbii olaraq bir güc nümayişidir. Və bu güc nümayişə qarşı da Amerika Birləşmiş Ştatları bu hərbi təlimlərlə belə deyək, cavab vermiş olur. Yəni, bu həm Ermənistan daxilində ictimaiyyəyə verilmiş mesajda, həm də Rusiya verilmiş mesajdır ki, bu və ya digər şəkildə, xüsusən də Zəngəzur dəhlizi istiqamətində, yəni ABŞ-ın artıq, belə deyək, maraq dairəsində olan, özünün bu və ya digər şəkildə yerləşəcəyi, oturacağı bir ərazidə sənin boy göstərməyəvin yeri yoxdur. Çünki mən artıq buradayam və mən də tək də deyiləm, Avropa İttifaqı və NATO ölkələri ilə birgə, belə deyək, burada olmaq imkanlarım var. Təbii ki, bu həm də dolayısıyla Rusiya verilmiş mesajı idi. Rusiya, düşünürəm, bu qənaətdəyəm ki, bu mesajlardan bu və ya digər şəkildə nəticə çıxaracaq və ikinci bir tərəfdən də özünün ənənəvi, daimi müttəfiqi olan ölkənin yaranmasında, ayaqda qalmasında, indiyə qədər mövcudluğunda böyük xidmətləri olan Rusiya Ermənistan kimi müttəfiqini əldən çıxmasını və tez bir şəkildə qərbə inteqrasiyasını istəmədiyi üçün Ermənistanı özündən itələmək siyasətinə son verəcək və düşünürəm ki, bir neçə müddətdən sonra biz Ermənistanla Rusiya arasında münasibətlərdə yenə də normallaşma, o sərt ritorikanın kənara atılmasına şahidlik eləyəcəyik. Rusiya indiki mərhələdə belə deyək, Ermənistana sərt müdaxilə eləyə bilmir. Çünki Ukrayna böhranı hələ ki ortadadır və böyük ölçüdə ikinci zərbənin atılması Rusiyanın maraqlarına cavab vermir. Ona görə indiki mərhələdə Rusiya istədiyini əldə etdi. Paşinyanın əlindən mühüm 3-2 imkanı aldı. Bu o deməkdir ki, KTMT-dən çıxmaq haqqında qərarlar, nə bilim, Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin dayandırılması kimi qərarlar və yaxud da Rusiyanın hərbi bazasının ölkə ərazisindən çıxarılması ilə bağlı qərarları bloklamaq imkanı indiki mərhələdə əldə edibdir. Bu da hələ ki bəs eləyir.